Göyçayda bağ sahəsini narkotik plantasiyasına çevirib videokameralarla izləyən şəxs tutulub. Göyçay rayon polis şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədovu saxlayıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Stop Narkotikaza bildirilib ki, onun bağ sahəsində narkotik tərkibli bitkilər əkib becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə bitkisi aşkar edilib. Vaqif Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada günəş panelli videokameralar da quraşdırıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Vaqif Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.